Sıra məndə. Bu isə mənim iftar süfrəm idi. Part 3. Fikirlərinizi mütləq rəylərdə oxuyacağam. Qaydaq bir gün öncəyə market alış-verişimi bir gün öncədən etdim ki, mənə növbəti gün daha rahat olsun. Nə alacaqdıqsa anamla getdik aldıq. Düşünürdüm ki, eyni gün etsəm çatdırmaram. Daha sonra axşamdan süfrəmi açdım, trubiçkalarımı hazırladım və türk baxlavası etdim. Uşaqlar çəkici biti məni yanıltdı. Türk baxlavam heç ürəyimcə alınmadı. Keçdik bugünün səhərinə. Gördüyünüz yeməklərin çoxusunu mən ilk dəfə idi hazırlayırdım və ona görə biraz həyecanlı idim ki, necə olacaq. Ardıcıl olaraq yeməklərimi bişirirdim. Həmin aralıqda qaçırdım ki, çərəzlərimi, şokoladlarımı və şirniyyatlarımı yerləşdirim. Çünki saat 7-də qonaqlarım gələcəkdi. Sizə də elə gəlirmi ki, kimsə qonaq çağıranda vaxt sanki uçur. Necə keçdiyini hiss etmirsən. Mən bayram süfrələrini, qonaqlıqları, yaxınları dəvət eləməkdən çox xoşum gəlir. Həmçinin süfrə açmaqdan da xoşum gəlir. Türk paxlavası, toyuqlu badımcan bükmə, boranıb aşı, beyti sarma, qiyməli pendirli pide və içli köftə hazırlamışdım. İndi deyəcəksiniz ki, nəyə görə daha çox Türk mətbəxidir? Çünki Novruz bayramı gəlirdi. Düşündüm ki, biraz fərqli yeməklər olsun. Novruz bayramında öz yeməklərimiz olacaq. Hər yeməyin və şirniyyatlarım da çox bəyənildi. Süfrəniz açıq olsun.